Uşaqlar, Avropa hissəyə səhra deməyəcəyik. Keçdik Asiyaya. Asiyada, Ərəbistanda Rübəlxali səhrası var. Sonra gəlirəm Mərkəzi Asiyada Qızılqum, Qaraqum, Ağcaqum da var, amma adını tapa bilməyəcəksiniz. İranda Dəştlüd, Dəştregistan deməli səhraları var. Burada Təkləməkan səhrasıdır. Burada Pakistanla Hindistan sərhəddində Tar səhrasıdır. Afrikanın şimalında Böyük səhradır. Bu hissədə Liviya səhrası var. Liviya ölkəsindən elə yadda saxlayasınız. Liviya səhrası çünki Liviya ölkəsinin ərazisinə düşür. Nubiya səhrası bu hissədə yerləşir. Nubiya ilə də Namibiyanı qarışdırmayın. Nubiya buradadır, Namibiya buradadır. Kalahari səhrası da burada yerləşir. Hansı ki dediyiniz ölkələr olaraq Botswana, Namibiya bir də Carın ərazisinə düşür. Bu hissə Kalahari səhrası. Avstraliyada da 4 dənə səhra öyrənəcəksiniz. Böyük Qumlu, Böyük Victoria, Hipson, bir də Simpson səhraları. Onların adını görməyəcəksiniz, amma ad olaraq əzbərləyirsiniz ki, Avstraliyada Böyük Qumlu, Böyük Victoria, Hipson, Simpson səhraları. Hipson, Simpson. Fərq eləmir, o ailəcə Avstraliya olaraq yadda saxlamış olursan. Aydın oldu bura qədər. Bəli, Şimali Amerikada tropik xəttinin keçdiyi yerlər, bax bu hissələrdə Meksika səhrası var, Mojave səhrası var, Sonor səhrası var, bir də Kaliforniya səhrası var. 4 dənə konkret yer məlum deyil. Burada 4 dənə rəqəm görsəniz, elə 4 rəqəmə uyğun olaraq da adları sayırsınız. Mojave, Sonor, Kaliforniya, Meksika səhraları. Cənubi Amerikada bircə dənə Atakama səhrasını yadda saxlayırsınız, vəssalam. Səhralardan, yadımdan çıxanlardan Qobi səhrası buradadır, Təkləməkan buradadır, Qobi də buradadır. Atlasınızda da adı yazılmalıdır. Böyük Nəfudla kiçik Nəfud da Rübəlxali olan yerdədir. Böyük Nəfud, kiçik Nəfud. Elə Nəfud olaraq yadda saxlayın, bəs eləyir.